Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Kişi canlı yayında valideynlərini qətlə yetirdiyini etiraf edib. Polis onun şok etirafından sonra cütlüyün qalıqlarını tapıb. Günün xəbərləri xarici Key West'in adla bildirir ki, ABŞ-da yerli sakin Lawrence Krauss cəbhəs 6 da canlı yayında şok etiraflar edib. O, 8 il əvvəl valideynlərini öldürüb və onların cəsədlərini ailə evinin həyətində bastırıb. Krauss'un sözlərinə görə o, atasını öz əli ilə, anasını isə kəndirlə boğub. Aparıcı Greg Floyd'un valideynlərinin qurban olacaqlarını bilib-bilməyəcəyini soruşduqda o, bəli. Və bu, tez baş verdi, cavabını verib. Krauss cinayəti mərhəmət ucbatından törətdiyini, çünki valideynlərinin səhhətinə görə köməksiz vəziyyətdə qalması ilə izah edib. Qatil niyə indi etiraf etmək qərarına gəlib? Krauss bu yaxınlarda maliyyə fırıldaqlarında şübhəli bilinib. Məlum olub ki, onun valideynlərinin sosial sığorta ödənişləri onların ölümündən çox sonra da alınmağa davam edib.